Deməli, uşaqlar, keçirik köməkçi hissələrinə. Hamısını keçdik də dəqiq. Deməli, əsas nitq hissələrini, köməkçi nitq hissələrini oxşarıq tərkiblərini sayaraq, sonra keçirik köməkçilərin öz xüsusiyyətlərini. Deməli, nitq hissələri hansı bölmədə öyrənilir uşaqlar? Morfologiya. Deməli, əsas və köməkçi. Əsas nitq hissələri, deməli, isim, sifət, say, əvəzlik, feil, zərf, var, keçdik, aysıl. Köməkçilər qoşma, modal söz, nida, əda, bağlayıcı. Deməli, bunların xüsusiyyətlərini sayacağım, fərqli. Əsas nitq hissələrin leksik mənası var. Leksik məna burada yoxdur. Sonra suala cavab verir. Burada yoxdur. Sonra cümlə üzvü olur. Cümlə üzvü. Burada yoxdur. Bunun da ikisinin oxşar cəhəti, hər ikisinin qrammatik mənası var. Qrammatik məna kobud desək onun adıdır. Yəni, hər kəsin adı olduğu kimi, hər sözün axı, kaş, bugün, səhər, bunların hamısının adı var. Adı onun nitq hissəsi olmasıdır. Bunu kobud belə başa salmaq. Deməli, indi keçirik köməkçi nitq hissələrinə. Bunu siləcəm, mən nə deyim? İndi keçib bunu qeyd elədinizsə, indi keçirəm köməkçi nitq hissələrinin özlərinin bölgüsünə. Demək, uşaqlar, köməkçi nitq hissələrində güclü bir xüsusiyyət var. Onlar sinonimlik təşkil edir. Sinonimlikdən çox istifadə edin. Çünki sinonimlik sizə kömək olacaq ki, məsələn, özünü itirmirsən, tapanmırsan ki, bu nədir də, ədaddır, nədir? Avtomatik onun işləndiyi yerə, onun sinonimini qoysan, sən onu biləcəksən ki, o qoşmadır, bağlayıcıdır, ədaddır və s. Sinonimlikdən çox geniş istifadə edin. Demək, bunlar köməkçi nitq hissələrinin leksik mənası olmadığına görə, onlar sadə və mürəkkəb ola bilər. Çünki düzəltmə olması üçün leksik şəkilçi artırılmalıdır. Leksik şəkilçi artırılması üçün isə onun leksik mənası olmalıdır. Yəni, bunlar zəncirvari bağlanır. Köməkçi nitq hissələrində leksik mənası olmadığına görə onlara leksik şəkilçi artırmaq olmur və düzəltmə olmur son olaraq. Yəni, onlar sadə və mürəkkəb ola bilir, qurulursa. Deməli, biz birinci başlayırıq qoşmadan. Qoşma ismin adlıq, yəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən mənaçaları yaradırlar. Və qoşma yeganə köməkçi nitq hissəsidir ki, qoşulduğu sözlə bir yerdə suala cavab verib cümlə üzvü ola bilir. Yeganə köməkçi nitq hissəsidir. Çalışın göz təması itməsin, çünki onda beyin gedir, avtomatik olaraq baxmadığı şey. Baxmırsan sonra, başqa yerə baxsansa, oranı fikirləşirsən. Belə bir beynin işləmə funksiyası var. Deməli, ismin altı alından adlıq, yəlik, yönlük, çıxışlıq, təsirlik və yerlik alır. Yəni, onlara qoşulurlar. Digər hallara qoşularaq mənaçaları yaradır. Mənaçaları deyəndə belə başa düşündə, tutaq ki, məna nə deyə bilərik? Sevinç, kədər, nifrət, bunlar bir mənadır da, emosiyadır, düzdürmü? Bunlar da fərqli mənaçaları yaradır. Yəni, o işləndiyi sözlə bir yerdə yaratdığı mənaya uyğun da sual tələb edir. Və bu, yeganə köməkçi nitq hissəsidir ki, ismə məxsus hal şəkilçilərini də qəbul edə bilir. Və burada bizim iki sözümüz var ki, aid qoşması, bir də xas qoşması. Onlardan söz yaradıcılığını istifadə edib söz yarada bilirik. Aid sözündən aidlik yaranır, xas sözündən xasiyyət. Amma başqa heç bir köməkçi nitq hissəsində yoxdur bu. Bunu da kitabda yoxdur, mən özüm tapıb çıxartmışam da, yəni qarşıma çıxıb. Aidlik, bir də xasiyyət. Deməli, onlar ismə məxsus hansı şəkilçiləri qəbul edir, onu deyim sizə. Elə bu cümlə ilə bir yerdə ora yazın. Məsələn, sözüm sənin kimilərədir. Bu cümləni yadınıza salsaz, artıq biləcəksiniz. Kimi qoşmadır, lərcəm, ər-yönlük, bir də şəxs. Deməli, bunlar ismə məxsus. Ümumiyyətlə də, yəni əsas nitq hissələrinə məxsus qrammatik şəkilçilərdir ki, onlar qoşmaya qoşularaq mənaçaları yarada bilirlər. Qoşmaya qoşularaq, yəni qoşulurlar, yəni çünki qoşma axı sözə qoşulur. Sənin kimi özü suala cavab verir axı bir yerdə. Bu suala cavab verdiyinə görə bunlar qoşula bilir buna. Aydın oldu, leksik məna bir yerdə daşıdığına görə. Baxı burada
xəbərli kimədir? Sualını deyirəm ki, sözün kimədir, sənin kimilərədir. Artıq kimədir sualını verdiyimə görə məcburən bu şəkilsizlər ona qoşulmalıdır. Bunlar da qrammatik şəkilsizlərdir, amma digər köməkçi etkisələrin belə xüsusiyyəti yoxdur. Deməli, birinci, bunu qeyd eləmişsə, mən buranı siləcəm. Bu iki sözdə mütləq qeyd edin. Deməli, gəl məna çalarlarına baxaq. Birinci, birgəlik, vasitə, alət. Qabaq deməli, mən ilk dəfə bunları özüm üçün aydınlaşdırıb öyrənəndə, bilmirəm, neçə yaşımdayım. Bu adlandırma mənə çatmamışdı. Amma mənim də belə bir xarakterim var ki, mən onu özüm üçün aydınlaşdırmasam, düzdür, əzbərçiliyim var. Amma aydınlaşdırmasam, onu mən əzbərləyə bilmərəm dünyada. Mən onu başa düşməliyəm mütləq ki, o niyə oradadır, niyə dayanıb. Deməli, bunları ayırmışam özüm üçün ki, bu üçü də niyə burada var. Deməli, burada və, ilə və qısalmışın lalədir. Gəlin işlədək, bu vasitə birgəlikləri bildirək. Bu, deməli, ismin adlıq, yəlik hallarına qoşula bilir. Atamla, səninlə və s. Qoşulduğu sözlə nə edir? Kim ilə, nə ilə, hara ilə sualına cavab verir. Bu sualları qeyd edə bilərsiniz. Kitabda yəni onu xüsusi ayrı yazmayıblar. Birgəlik nədir? Atamla gedirəm, bu birgəlikdir. Araz boyunca gedirəm, bu araz boyunca vasitədir. Yəni, elə bil ki, mənim o yolu getməyimə onun bir köməyi var. Yəni, oradan gedirəm, o mənlə bir yerdə gedir. Çəkicinə vururam, bu alətdir. Gördünüz, üçünə dair nümunə tapa bilirik. Sonra, 2. Bənzətmə. Heç vaxt qoşmaları sözsüz əzbərləməyin, o çətin olur. Bir dənə sözü tapırsınız, buna qoşa-qoşa gedirsiniz. Bənzətmə, sənin kimi, bax görürüz sözü. Sənin qədər, sənin tək, sənin təki, səncə, cacə. Deməli, burada nəyə fikir veririk? Yadınıza saxlayın, bir hecalı qoşmalar bir xas qoşmasından başqa sözə bitişik yazılır. Qalanları ayrı yazılır. Haradasa fərqli görsəniz, bilin ki, səhv. Deməli, sənin kimi bu qoşulur adlıq və yəlik hallara. Heç vaxt mən ömrü boyu bu halları əzbərləməmişəm. Sözə qoşub tapıram, bu daha rahatdır. Çünki beyinə çox yükləmək olmur. Çox başa düşmədiyim, əzbərlədiyim şeylər hamısı zibilə gedir, beynin zibilliyi ilə, yəni qalmır yadımda. Bax, sənin kimi, sən tək, gördünüz, adlıq yəlik. Bu, necə sualına cavab verir, bənzətmə xüsusiyyəti daşıyır. Məsələn, dəryaca ağlın olsa, dərya qədər ağlın olunca, uşaq qədər ağlın dili yoxdur, uşaqca ağlın yoxdur. Bu bənzətmədir. Sonra, 3-cü, fərqlənmə. Səndən başqa, səndən özgə, səndən qeyri. Sonra, səndən başqa, səndən özgə, səndən qeyri. Bax, yadıma düşsün, qeyri edəcəm bura. Deməli, bu qoşulur çıxışlıq hala fərqləndirir. Deyir, məsələn, səndən başqa heç kimi düşünmürəm. Səni digərlərindən fərqləndirir. Sonra, 4-cü, demək, məsafə. Məsafə sözünü necə yadda saxlayın? İstiqamətlə məsafəni uşaqlar dəyişik salır. Riyaziyyatda belə bir sual olur, məsələn. Buradan evə qədər məsafə nə qədərdir? O sualı beyninizdə saxlayın. Artıq məsafə anlayışı beyninizdə olsun. Deməli, evə qədər, evə kimi, evə dək, evəcən. Baxın, qarşısında defis qoyduqları bitişik olur. Bunda defis qoymamışam, amma bu da bitişikdir. Bu, qoşulur yönlük hala. Deməli, uşaqlar, mən bu qoşmaları yazanda mən xahiş edirəm sizdən. Əgər yadınıza düşsə, kitab qarşınızda varsa, mənim unutduqlarım olsa, deyim, mən bunu qeyd edeyim. 5-ci, istiqamət. Bax, uşaqlar, bunu dəyişik salırlar. İstiqamət. Bir istiqamətin haradır? Yönəlməli göstərir bu. Evə doğru, evə tərəf, evə sarı, evə qarşı. Deməli, qarşı. Deməli, bu olur, yönlük hala qoşulur. Sonra, səbəb.
səbəb, məqsəd. Sənin üçün, sənə görə, səndən ötürü. Fərqlənmədə savayı da var. Bax, bunu unutmuşam. Səndən ötürü, səndən sarı. Bax, bu sarı kitabda yoxdur. O gün uşaqlarla danışanda bunu tapıb çıxartmışıq. Fikir verin. Səndən sarı narahatam. Deyirsən, bu nə olar? Səndən ötürü narahatam. Görsün sinonimliyi. Biz belə fikirləşib baxdıq ki, sarı heç yanda yoxdur. Bunu hansısa müəllim izah edəndə deyə bilər. Özə fikir verin. Bunlar hamısı yönlüyə qoşulur. Yiyəliyə qoşulur. Yəni bu sarı burada qoşulur çıxışlı xala. Amma bir dənə buna görə bunu qeyd edirəm ki, bu bir dəfə buradadır. Bu testdə yoxdur. Yəni qarşımıza çıxa bilər. Sonra, amma burada sarı idi, evə sarı. Evə sarı istiqaməti bildirir. Aysa. Sonra 7. İstinad. İstinad görə əsasən. Deməli, istinad mənbədir də, yəni nəyə əsaslanırsan? Deyirəm ki, anamın sözlərinə görə mənim günahım çoxdur. Yaxud da Pifaqorun fikirlərinə görə düsturun açılışı bu cürdür. Bu istinad bildirir, görə əsasən. Bir də burada canı əlavə edilir, bu da kitabda yoxdur. İsmin quruluşsa 3 növ var, onu qeyd edə bilərsiniz. Birdən yadınıza düşməz, axtararsınız, qeyd edilməyə görə. Deməli, istinad, yönlük hal. Yönlük halı qoşulur. Sonra 8, aidlik. Nəysə unutmuşam elə bil. Qoy bunu yazım. Xas. Hə, burada səbəb məqsəddə şey də var. Fərqləndirmə. Uğrunda. Uğrunda var, bu yaddan çıxır. Uğrunda buna nə yazmışdım? Yiyəlik, yəni burada çıxışlıq var. Xas, aid, dair, haqqında, haqda eyni şeydir. Barədə, bir də məxsus. Bu məxsus, heç işlənməyən qoşmadır da, heç işlənməyən. Bu, bir dəfə testdə düşmüşdü, uşaqlar etiraz eləmişdilər. Mən onda başqa məktəbdə idim. Hətta mənə xəbər göndərmişdilər Zarusdan ki, Ülviyə müəllimə gəlsin, yoxsa biz qəbul eləmirik, o təsdiq eləsin, ya inkar eləsin ki, bu testdə səhvlik var. Uşaqlar xəbər göndərmişdir. Mən də açıq o anda tutuldum, məxsus sözünü heç işlətməmişdim də. Bir xeyli 2 yaşından sonra yazmışdı ki, bu qoşmadı. Orada sənə məxsus yazılmışdı. Deməli, bunları ayıra bilməyən uşaqlar suallarla ayırıb. Bax, adı üstündə səbəb məqsəd bildirirsə, deyir, vətən uğrunda döyüşürəm. Nə səbəbə, nə məqsədlə, səbəbə, nə məqsədlə döyüşürəm. Vətən uğrunda. Sonra, yolunda sözü də işlənir, amma yol isimdir də, bunu bura qoşa bilmərəm. Deməli, bunu yaza bilmərik. Amma sənə məxsus, sənin barəndə, onun barəsində, bu barədə deyəndə, bu artıq aidlik bildirir. Deməli, bu qoşula bilir. Adlıq, sənə məxsus yönlük, onun haqqında bir də yiyəlik. Baxın, özümüz tapırıq, burada qeyri-adi şey yoxdur. Hansını yazmadım? Məncə birini yazmamışdım. Dəqiq yazmadığım varmı? Əvvəl, qabaq, sonra, bəri. Hə. Bu da qoşulur, çıxışlı xala. Demək uşaqlar, qoşmalar quruluşdanca sadə olur. Hallarını dedik. Qoşmaların öz aralarında sinonimliyi var. Qoşmaların öz aralarında amonimliyi var. Sinonimliyi tapdıq. İndi keçək öz aralarında amonimliyə. Deməli, öz aralarında amonimlik. Qoşmanın öz içində. Orada var ca. Sarı. Sonra sarı. Sonra kimi. Sonra qədər. Qədər. İndi gəlin bunları əvvəl içində işləyək. Deyirəm ki, ismin quruluşsa 3 növü var. İstinad. Bu istinaddır. Uşaqca ağlın yoxdur. Bənzətmə. Bənzətmədir. Bir də deyirəm ki, deməli, bir dəqiqə bənzətmə. Bir də istinad. Səncə bilirəm. Dedim də istinadır. Ay, sən qulaq asmırsan. Diqqətli qulaq. Səncə bilmirəm. Yəni, sən qədər bilmirəm. Bu da bənzətmədir. Sonra sarı. Sarı əslində kitabda yoxdur onun amonimliyi. Biz bunu özümüz tapıb çıxartmışıq.
Deyirəm ki, səndən sarı narahatam. Hmm. Yəni səndən ötürü, sənə görə narahatam. Səbəb məqsəddir. Deyirəm evə sarı gedirəm. İstiqamət. İstiqamətdir. Sənin kimi ağıllıyam bənzətmə. Evə kimi bir yerdə gedər. Məsafə. Məsafədir. Sonra sənin qədər ağıllıyam bənzətmə. Evə qədər bir yerdə gedər. İstiqamət. İstiqamət. Evə qədər. Hə. Evə qədər bir yerdə gedər. İstiqamət deyil, axı məsafədir. Deyirəm, hə. Məsafə. İndi uşaqlar, bunları mən başqa nitq hissələri ilə anonimliyini deyim sizə. Orada bir qeyd edeyim. Danışa deyəcəm, qədər. Qarşıma ilk çıxdı, deyəcəm onu. İlə Lalənin köməkçi nitq hissələrinin anonimliyi var. Biz köməkçilərlə anonimliyi danışmırıq bugün. Biz onu danışacağıq, o birisiləri danışacaq. Biz əsaslarla anonimliyi danışırıq. Qədər bir var, türklər qədər bir var. O bizdə qədər işləndir, qədərə razı olmalısan. Qədər talidir, qismətdir, isim. Bir də qoşma kimi. Sonra sarı. Deyirəm yaramı sarı, nədir o? Deyil. Sarı paltar. Səhər. Sonra başqa. Səndən başqa nədir? Bəs başqa adamlar? Sifət. Səndən özgə? Yox. Bəs özgə adamlar? Səndən qeyri? Qeyri insanlar? Bəli. Sonra doğru, evə doğru. Evə doğru qoşmadır. Bəs doğru danışmaq? Zərf. Feil nə əlaqə? Doğru söz? Sifət. Sonra tərəf. Tərəflər razılığa gəldi. İsim. Evə tərəf. Sonra qarşı tərəf. Sifət. Hansı tərəf? Sual verir. Evə qarşı. Qoşma. Sonra evə qarşı yox, sənə qarşı deyə bilərik. Sonra. Əsasən, bura fikir verin. Əsasən sözü tək işlənirsə modal sözdür. Bir də düzdür, bunu belə veriblər. Tək işlənməsi. Amma mən görmüşəm ki, onu deməli, bu indi dediyim formada da işlədi və vergül qoyub. Deməli, bir var gördüm, əsasən tək işlənib, bunu biləsən modal sözdür, qoşma deyil. Cümlənin içində əsasən sözünü tək verib, sağ və solunda vergül verib. Bu modal sözdür. Modal sözü keçəndə biləcəksiniz, onda vergül işlənir. Bir də var, deyirəm ki, anamın fikirlərinə görə, ya anamın fikirlərinə əsasən. Tutaq ki, mən öz işimlə məşğul ola bilmirəm. Belə verib, amma əsasəndən sonra vergül qoyub, qoya bilər. Qoyubsa o da modal sözdür, qoymayıbsa, deməli qoşmadır. Aydın oldu. Sonra, ca köməkçilər kimi işlənir, canı saxlayıram. Əvvəl, qabaq, sonra sözləri sizi çaşdırmasın, özü çaşdırır. Əgər bunlar tək işlənibsə, hallara qoşulmayıbsa, bu zərfdir. Məsələ bilirsiniz nədir? Bunların hər iki işlənmə yerində sualları eyni olur. Qulaq asırsınız. Məsələn, əvvəl mən gəlmişəm, nə zaman? Səndən əvvəl gəlmişəm, yenə nə zaman? Sualları eynidir, çaşdırır. Bir dənə diqqət yetirin. Əgər çıxışlı xala qoşulubsa, qoşmadır. Qoşulur axı, işi qoşulmaqdır. Bu biz nəyə bənzər? Deyim ki, maşının arxasına bir qoşqu qoşublar. Elə başa düşün qoşmalı. Amma əvvəl mən gəlmişəm, olur zərf. Səndən qabaq mən gəlmişəm, olur qoşma. Qabaq mən gəlmişəm, olur zərf. Bir də var, balqabağa qabaq da deyirlər. Balqabaq var, boranı. Onu qabaq da deyirlər. Yəni, elmi dildə var olmadı. İsim kimi işlənir. Sonra mən gəlmişəm, zərf. Səndən sonra mən gəlmişəm, qoşma. Yəni, baxın, qoşulmasın. Sonra bəri. Deyirəm, bəri gəl. Hara, bəri gəl. Bura mənasında. Bu zərfdir. Amma dünəndən bəri bunu düşünürəm. Bu qoşmadır. Kimi? Kimi həm amonimdir, həm də amaforumdur. Deyirəm ki, nə? Amaforum kökləri fərqli, amonim oxşayan sözlər. İndi nümunəsini deyim. Bir var deyirəm ki, kimi oturub, kimi durur. Bu qeyri-müəyyən əvəzlikdir. Kim oturub, kim ayaq üstədir. Bir var deyirəm, sənin kimi düşünürəm. Bu da qoşmadır, düzdür.
Bunlar oldu amonim. Heç nə dəyişmədi. Və deyirəm, sən kimi soruşursan? Burada sözün kökü nədir? Kim? İ təsili yandı, düzdür. Amonim olmur axı, qrammatik şəkilçi var. Bu olur amaform. Kökləri fərqlidir və amonim deyil. Sonra, burada qeyd edə bilərsiniz ki, yalnız qoşma olanlar, yalnız qoşma. Bax, deməli, savayıdır. Sonra, ötürü hanı? Ötürüdür, üçündür, görədir, uğrunda. Vətən naminə, görsən səbəb bildirir. Onun üstündə dalaşlıq deyirsən, hansı məsələnin üstündə. Amma üst sözlü isim kimi də işlənir, stolun üstündə məsələn, stolun altında, stolun üstündə, nə bilim, şkafın üstündə, o şey olmur, qoşma deyil. Çünki qoşma olması üçün səbəb məqsəd bildirməlidir. Vəssalam, bu oldu qoşmamız, qoşmanın amonimini dedim, sinonimini dedim, bir şey qalmadı.